لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Sual verilir ki hadislere inanmayanlara ne tövsiye etmek olar? Yani onlara demek lazımdır ki Allah'tan korksunlar. Eğer onlar hadislere inanmırlarsa bilsinler onlar Kur'an'a da inanmırlar. Hadisleri kabul etmeyen Kur'an'a da inanmır. Kim deyirsə ki hadisleri yok Kur'an'ı götürək, bilin ki o insan hiç Kur'an'a da inanmır. Çünkü hadisler olmadan, hadisleri kabul etmeden Kur'an'la da getmək mümkün değildir. Çünkü Kur'an'da birçok meseleler, əhkamlar ümumi gelmiştir ve onların izahı, təfsilatı ise hadislerde gelmiştir. Nələ götürək namazın özü, namazların vaxtları, hansı namazların səsli qılınması, hansının səssiz qılınması ve neçə rəkatının səsli, neçə rəkatının səssiz qılınması, bütün bunlar hamısı hadislerde gelmiştir. Yani hadisləri kabul etmeden onda ya o insan namaz qılmır, namaz qılırsa da onda gündə bir formada namaz qılır. Və həmçinin zəkatın özü haqqında Allah Teala buyurur ki: "Və atu haqqahu yawma hasadi." Yəni zəkatı verin biçdiyiniz gün. Məhsulun, taxılın zəkatını biçdiyiniz günü verin. Yaxşı, nə qədər verək? Nə qədər olarsa verək. Yəni az oldu, çox oldu, verməliyikmi? Bu izahların hamısı hədislərdə gəlmişdir. Yəni 620 yaxud 650 kilodan az olarsa zəkat yoxdur. Və 650 kilodan çox olarsa onda zəkat düşür. Yaxşı, nə qədər verilməlidir? Quranda bu yoxdur. Yəni bu insan buna əməl etmək istəyir, bu ayəyə. Əgər hədis qəbul etmirsə necə zəkat çıxaracaq? Taxılını biçdiyi zaman. Və həmçinin əgər yağışla suvarılıbsa nə qədər çıxarılmalıdır? Özü suvarıbsa, pulla su gətiribsə, suvarıbsa onda nə qədər çıxarılmalıdır? 10 kilo, 100 kilo, 10 kilo, 100 kilo, 5 kilo. Yəni bu fərqlər hamısı hədisdə gəlmişdir.